Salam değerli izləyicilər, Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar məlum olub. Xəbərə keçməzdən öncə qeyd edeyim ki, kanalımıza abunə olmaq üçün burada üstə gəl işarəsi görünürsə bir dəfə üzərinə vura bilərsiniz. Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib və müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qəti imkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki cinayət işinin materialları ilə DTX-nın vəsatəti əsasında Səbail rayon məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar. Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail rayon məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var. Bu qərarın Boz kardinalın ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, Şərq-Qərb nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib. Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb. Bundan əlavə Ramiz Mehdiyevin vəkili kimi ancaq Zaur Abıyevin adı bilinirdi, amma Mehdiyev özünə daha 2 vəkil tutub ki, həmin vəkillərin adı hələ ki ictimaiyyətə açıqlanmır. Qeyd edək ki, 87 yaşlı Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib cinayət prosesində iştirak edən Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.